Dəyərli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bugünkü bölməmiz the pronoun, yəni əvəzlik bölməsidir. Allı ballar əvəzliyə aid testlər iki qrup şəklində verilir. Əvəzliyin birinci hissəsinə aid testlər və ikinci hissəsinə aid olan testlər. Əvəzliyin birinci hissəsinə aid olan testlər daha çox tərcüməyə dayanır. Dolayısıyla doğru tərcüməni eləyib düzgün əvəzliyi yazmaq lazımdır. İkinci hissəsinə aid olan testlərdə daha çox qayda ilə yanaşı eyni zamanda bəzi tərcümə testləri də olacaq. Ona görə də əvəzlikləri biz öyrənərkən mərhələli şəkildə öyrəndikdə onların tərcümələrini mütləq şəkildə əzbərləyək. Biz şəxs əvəzliklərindən başlayırıq. Ağlı ballar. Dediyim kimi tərcümə bizə önəmli olduğu üçün biz şəxs əvəzliklərinin tərcümələrini əzbər bilməliyik. Şəxs əvəzliklərinin hansı xüsusiyyətləri var? Ağlı ballar. Şəxs əvəzlikləri həmişə cümlənin əvvəlində gəlir. Birinci hissə. Niyə cümlənin əvvəlində gəlir? Çünki şəxs əvəzlikləri cümlənin mübtədası olur. Mübtəda isə inversiya olmayan standart cümlələrdə ingilis dilinin cümləsi mübtəda ilə başlayır. Nəzərinizə ingilis dilinin söz sırasını çatdırın. Normal standart nəqli cümlələrdə mübtəda, xəbər, tamamlıq və digər cümlə üzvləri gəlir. Buradakı ardıcıllıqdan da görürük ki, ingilis dilində cümlə mübtəda ilə başlayır. Ona görə şəxs əvəzlikləri mübtəda olduğu üçün cümlənin əvvəlində gəlir və mübtəda olduğu üçün feilin əvvəlində gəlir ağlı ballar. Ehtiyat olun, birazdan tamamlıq əvəzliklərini də öyrənəcəyik. Şəxs əvəzlikləri hər zaman feildən əvvəl gəlir ballar. Sadə cümlənin ortasında və sonunda gələ bilməz. Niyə? Çünki mübtəda hər zaman əvvəldə gəlir. Feildən əvvəldə gəlir. Cümlə şəxs əvəzliyi ilə başladığı üçün cümlənin ortasında və sonunda şəxs əvəzliyi işlənmir. Və nəhayət şəxs əvəzlikləri cümlədə hər hansı bir ismi əvəzlədiyi üçün onlar isimlə işlənmir ballar. Nümunələrə bir daha baxaq ballar. Feildən əvvəl gəlibmi? Gəlib. Cümlənin əvvəlində gəlibmi? Gəlib. Elə deyilmi? Cümlənin ortasında və sonunda işlənmir. Eyni zamanda şəxs əvəzliklərdən sonra heç bir isim işlənmir. Ağlı ballar, şəxs əvəzliklərin içərisində Z əvəzliyinə biraz köklənmək lazımdır. Diqqətlə baxsaq, he kişi cinsini, she qadın cinsini, it əvəzliyi isə cansız isimləri bildirir. Amma Z əvəzliyinin belə bir xüsusiyyəti yoxdur. Z əvəzliyi həm insanlarla, həm də cansız isimlərlə işlənə bilər. Yəni oğlanlar dediyim halda da Z, kitablar dediyim halda da Z işlədirik. Nümunələrə diqqətlə baxın ballar. The boys Z olacaq yenə. Dediyim kimi the streets yenə Z əvəzliyi ilə əvəzlənir. Ağlı ballar, biz nə dedik? Şəxs əvəzliyinin xüsusiyyətləri içərisində dedik ki, şəxs əvəzlikləri cümlənin ortasında, sonunda gəlməz. Lakin bir xüsusi hal var ki, bu zaman şəxs əvəzlikləri cümlənin sonunda gələ bilər. Şəxs əvəzlikləri yalnız və yalnız bir halda. Nə zaman? Ayrıcı suallar olarsa, ayrıcı sual cümlələrində şəxs əvəzlikləri cümlənin sonunda gəlir. Xüsusən bu model testlərə yeni toplularda rast gələ bilərsiniz ağlı ballar. Bu şəkildə sizə nümunələr verilir və cümlənin sonundakı əvəzliyi tapmaq tələb olunur. Və ya burada sizin üçün boş qoymuşuq ki, bir yerdə izah eləyək ballar. Baxın, adətən bu tipli testlər daha çox mix testlər şəklində verilir. Yəni əvvəlindəki işarə əvəzlikləri və ya artikel atılır və sonundakı şəxs əvəzliyi atılır. Bu şəkildə testlər hazırlanır. Burada işarə əvəzliklərindən bağlı nəyi deyə bilərəm? İşarə əvəzlikləri özündən sonra gələn ilk isimlə uzlaşır. Yəni people cəmdə də this olacaq, those olacaq. Z artikelinin tək cəm fərqi yoxdur. Əsas məsələ bura hansı əvəzliyin yazmasıdır uşaqlar? Baxın, ayrıcı suallardır. Ayrıcı sualların fərqləndirən cəhət nədir? Ayrıcı suallar cümlə, vergül və qısa sualla bitir. Qısa sualla bitir. Bir tərəf təsdiqsə, bir tərəf inkar, bir tərəf inkarsa, digər tərəf təsdiq olur. Biz bura şəxs əvəzliyini nəyə əsasən yazırıq? Öncəki cümlənin mübtədasına əsasən. Mübtəda people'dır, ona görə də Z vermişik. Bir sonraki nümunəyə baxaq ağlı ballar. Adətən bizim ballarımız bu tipli nümunələrdə daha çox xəta eləyirlər. Çünki burada həm tək isim, həm də cəm isim var. O zaman bizim abituriyentlərimiz düşünürlər ki, the writer deyə fikirləşib, he və ya she mi yazsın, yoxsa works deyə fikirləşib, Z mi yazsın? Ağlı ballar, yadınızda saxlayın, biz bunu uzlaşma bölməsində öyrənəcəyik. Mübtəda yiyəlik halına verilərsə, yəni apostrof S, S apostrofla verilərsə, bizim mübtədamız apostrof S və ya S apostrofdan sonra gələn isimlə olacaq. Yəni feilimizə yaxın olan isimlə. Works cəmdə olduğu üçün əsərləri nəzərdə tutur. Bizim cavabımız Z əvəzliyi olacaq. Digər nümunəyə də baxaq ağlı ballar. Burada da həm cəm isim, həm də tək isim var. Biz dediyimiz qaydaya əsasən apostrof və S apostrofla verilən ifadələrdə bizim mübtədamız hansı isimdir? Apostrof S, S apostrofdan sonra gələn isim. Yəni feilə daha yaxın olan isim. Discovery sözü
Kəşf deməkdir, cansız isimdir. Onun əvəzlik forması it olacaq. Dediyim kimi ağlı bağlar şəxs əvəzliklərinə aid ən ağır sual modelləri bu modellər hesab olunur. Diqqətlə gözdən keçirərsiniz. Şəxs əvəzliklərlə bağlı sizə deyəcəklərim ağlı bağlar bu qədər. İndi isə biz keçirik tamamlıq əvəzliklərinə. Ağlı bağlar, tamamlıq əvəzlikləri adından da göründüyü kimi bu cümlədə nə rolunda çıxış edir? Tamamlıq rolunda çıxış edir. Tərcümələrə baxsaz, tamamlıq əvəzliklər dilimizə daha çox yönlük və təsirli hal kimi tərcümə olunur. Tamamlıq əvəzliklərinin fərqli tərcümə olunduğu hallar var. Bu nüanslara biz gələcəyik. Amma əsasən dilimizə yönlük və təsirli hal kimi tərcümə olunacaq. Təsirlik, məni, yönlük, mənə. Bu şəkildə tərcümələr ağlı ballar. Əvvəl də vurğuladığımız kimi bu əvəzliklərin tərcümələrini əzbərləmək lazımdır. Ağlı ballar, tamamlıq əvəzliklərinin xüsusiyyətləri nədir? Tamamlıq bayaqki cədvəldən görürük ki, yəni mübtəda, xəbər, tamamlıq, digər cümlə üzvləri söz sırasına baxmışdıq. Tamamlıq əvəzlikləri təbii ki, cümlənin tamamlığı olur. Cümlənin tamamlığı ortada ola bilər, yəni feildən sonra gələ bilər və ya cümlə tamamlıqla bitərsə, cümlənin sonunda da işlənə bilər. Ağlı bağlar, tamamlıq əvəzlikləri feildən sonra işlənir. Yəni cümlənin əvvəlində və feildən əvvəl işlənə bilməz. Çünki cümlənin əvvəlində və feildən əvvəl işlənmə şəxs əvəzliklərinə aiddir. Tamamlıq əvəzlikləri söz önləri ilə də işlənir. Biz bu nüansa gələcəyik və iki feil arasında yalnız və yalnız tamamlıq əvəzlikləri işlənir. Bəzən tərcümə uyğun gəlməsə də biz iki feil arasında tamamlıq əvəzlikləri işlədəcəyik. Ağlı ballar, tamamlıq əvəzliklərinə bağlı bir daha deyirəm. Əgər bizim feilimiz varsa, feilin əvvəlində biz şəxs əvəzlikləri, feildən sonra isə biz tamamlıq əvəzlikləri yazacaq. Feilin əvvəli şəxs əvəzliyi, feildən sonra isə tamamlıq əvəzlikləri işlənir. Ağlı ballar, bir sıra sizin üçün nümunələr verilib, nümunələrə gözdən keçirərsiniz. Biz sizin dəyərli vaxtınızı nümunələri oxumaqla almaq istəmirik. Tamamlıq əvəzliklərlə bağlı nə qeydləri deyə bilərik? Onu deyə bilərik ki, you və it əvəzlikləri həm şəxs əvəzlikləridir, həm də tamamlıq əvəzlikləridir. Dolayısıyla bu testlərdə ehtiyatlı ola bilərsiniz. Deməli, you və it əvəzliyi həm şəxs, həm də tamamlıq əvəzliyi olduğu üçün həm feilin əvvəlində gələ bilər şəxs əvəzliyi kimi, həm də feildən sonra gələ bilər tamamlıq əvəzliyi kimi. Şəxs əvəzliyi kimi you, sən, siz, it əvəzliyi isə o olacaq. Amma tamamlıq əvəzliyi kimi you, sənə, səni, sizə, sizi, it əvəzliyi isə ona, onu kimi tərcümə olunacaq. Buradakı nümunələri ağlı ballar özünüz gözdən keçirərsiniz. Bir nüansı nəzərinizə çatdırmaq istəyirəm. Bir çox testləri işləyən ağlı ballar biraz irəlidə daha detallı danışacaq. Altından xətt çəkilmiş ismin əvəz olunmasına dair sizə test nümunələri verəcək. Xüsusən belə test nümunələrində sayılmayan isimlərin əvvəlində kəmiyyət bildirən sözlər işlənir. A lot of advice olsun, plenty of advice olsun, much advice olsun. Yəni miqdarın çoxluğunu göstərən sözlər verilir. Bu əslində abituriyentlərinizi çaşdırmaq üçündür. Niyə? Çünki sayılmayan isimlər tək olduğu üçün sayılmayan isimləri hər zaman əvəzliyə çevirəndə biz itdən istifadə edəcəyik. Baxmayaraq ki, Azərbaycan dilinə tərcümə bir çox bizim balalarımızı çaşdırır. Yəni çoxlu məsləhətlər deyirik, çoxlu mebellər deyirik, çoxlu qar, çoxlu yağış və s. kimi belə nümunələrdə bizim balalarımız daha çox cəm əvəzlik, yəni zem yazmağa meyilli olurlar. Bu da xətalıdır. Bir daha vurğulayıram ağlı balalar. Sayılmayan isimləri əvəzliyə çevirdikdə sayılmayan isimlər tək isim olduğu üçün onların əvəzlik forması it ilə veriləcək. Ağlı balalar, bayaq qeyd elədik ki, tamamlıq əvəzlikləri əsasən yönlük və təsirlik hal kimi tərcümə olunur. Fərqli tərcümələri varmı? Var. Nə ilə bağlıdır bu? Söz önləri ilə bağlıdır. Ağlı balalar, söz önlərindən sonra biz əsasən tamamlıq əvəzlikləri işlədirik. Bu zaman tamamlıq əvəzliyinin orijinal tərcümələri itir və tərcümələr söz önlərinə görə seçilir. Məsələn, Jane went to the football match with them. Them əslində onlara, onları deməkdir. Amma with them onlarla deməkdir. Və ya her ona, onu deməkdir. This is for her. Bu onun üçün deməkdir. Dolayısıyla biz tamamlıq əvəzliklərini söz önlərindən sonra işlətdikdə tamamlıq əvəzliyinin tərcüməsini söz önlərinə görə seçəcəyik ağlı balalar. Tamamlıq əvəzliklərindən bağlı sizə deyəcəklərim bu qədər. Keçirik biz yiyəlik əvəzliklərinə ağlı balalar. Yiyəlik əvəzliklərinin ingilis dilində iki növü var. Asılı forma və müstəqil forma. Asılı forma nədir və niyə ona asılı forma deyirlər ağlı balalar? Çünki o isimlə işlənməkdən asılıdır. Dolayısıyla asılı yiyəlik əvəzliklərini biz heç bir halda müstəqil şəkildə işlədə bilmirik. Nədən asılıdır?
isimdən asılıdır. Aslı yiyəlik əvəzliklərindən mütləq və mütləq sonra isim işlənməlidir. Onları isimsiz işlədə bilmərik ağlı ballar. Onları isimsiz işlədə bilmədiyimiz üçün heç bir cümlənin sonu da aslı yiyəlik əvəzliyindən bitə bilməz. Niyə? Çünki mütləq bu aslı yiyəlik əvəzliklərindən sonra mütləq şəkildə isim olması lazımdır. Onları isimsiz işlətmək olmaz. Ağlı ballar, biz aslı yiyəlik əvəzliklərində tərcümələrini nə etməliyik? Təbii ki, əzbərləməliyik ağlı ballar. Gəlirəm ağlı ballar. Aslı yiyəlik əvəzlikləri mənim, sənin, onun və s. kimi tərcümə olunsa da, bəzən dilimizə mənim, sənin, bizim sözünü deməyə ehtiyac qalmır. Yəni dilimizə mənsubiyyə şəkilçisi kimi də tərcümə oluna bilər. Azərbaycan dilində də var bu. Mənim kitabım deməyib də, kitabım deyə bilərsiniz. Və ya biz vətənimizi qorumalıyıq. Biz bizim vətənimizi qorumalıyıq şəklində vurğulamağımıza ehtiyac qalmır. Eyni şey ingilis dilində də var ağlı ballar ki, biz ingilis dilində verilən yiyəlik əvəzliklərini, aynı moment uşaqlar bizə dəqiqə, biz ingilis dilində verilmiş aslı yiyəlik əvəzliklərini dilimizə mənsubiyyə şəkilçisi kimi tərcümə edə bilərik. Biz ölkəmizi qorumalıyıq. Uşaqlar əllərini yudular. Onların əllərini deməyə ehtiyac yoxdur. Dilimizə daha çox aslı yiyəlik əvəzlik kimi tərcümə, daha doğrusu mənsubiyyə şəkilçisi kimi tərcümə olunur. Ağlı ballar, müstəqil yiyəlik əvəzlikləri niyə müstəqil deyirik? Çünki onlar isimdən aslı deyil. Onlar isimsiz işlənir. Aslı yiyəlik əvəzlikləri ingilis dilində niyə mövcuddur? Nə zaman işlədirik sualını versək ağlı ballar? Ümumiyyətlə bunu deyə bilərik ki, müstəqil yiyəlik əvəzlikləri ingilis dilində təkrarın qarşısını almaq üçün istifadə olunur. Yəni desəm ki, bizim həyətimiz sizin həyətinizdən daha genişdir cümləsinə baxsaq, həyət sözləri təkrarlanır. Bu təkrarı önləmək üçün, təkrarı qarşısını almaq üçün müstəqil yiyəlik əvəzlikləri gətirirlər və bizim həyətimiz sizin həyətinizdən daha böyükdür demirik. Bizim həyətimiz sizinkindən, yəni sizin həyətinizdən daha böyükdür şəklində işlədilir. Dolayısıyla ingilis dilində müstəqil yiyəlik əvəzliklərinin əsas funksiyası təkrarı önləmək üçündür. Müstəqil yiyəlik əvəzlikləri necə yaranır? Çox sadə. Aslı yiyəlik əvəzliklərinin sonuna S şəkilçisi artırmaqla yaranıb. Aslı yiyəlik əvəzliklərinin sonuna S artırdıqda müstəqil yiyəlik əvəzlikləri yaranır. Təbii ki, may orada istisnadır, çünki may kökündən dəyişilir. Mine olur. His, iç əvəzlikləri isə sonunda S olduğu üçün təkrar bir də S yazmağa ehtiyac qalmır. Ağlı ballar, buradan bir not da qeyd olaraq deyim. Çünki gələcək əvəzliklərdə sizə lazım olacaq. Sonu S ilə bitən əvəzlikləri əsla isimlə işlətməyik. Aslı yiyəlik əvəzlikləri mütləq isim istəyir. Onlarla mütləq isim işlətməliyik. Müstəqil yiyəlik əvəzlikləri ilə tam tərsi. Onlar əsla isim tələb etmir, onları əsla isimlə işlədə bilmirik. Aslı yiyəlik əvəzliyi, müstəqil yiyəlik əvəzliklərinə aid testlərdə nəyə diqqət etməliyik? Nöqtələrdən sonra gələn hissəyə. Nöqtələrdən dərhal sonra bir isim gəlibsə, deməli bizdən aslı yiyəlik əvəzliyi tələb olunur. Nöqtələrdən sonra hər hansı bir isim yoxdursa, isim verilməyibsə, o zaman nə yazacaq? O zaman müstəqil yiyəlik əvəzlikləri işlədəcək ağlı ballar. Davam eləyək. Baxın ağlı ballar, bayaq dediyim məsələni bir daha deyirəm sizə ballar. Aslı yiyəlik əvəzliyi nə istəyir? Aslı yiyəlik əvəzliyi mütləq özündən sonra isim istəyir. Müstəqil yiyəlik əvəzliyi isə əsla isimlə işlənmir. Bəzən bizim ballarımızda belə bir təəssürat var ki, aslı müstəqil yiyəlik əvəzlikləri həmişə cümlənin sonunda gəlməlidir. Bəli, bir çox test nümunələrində müstəqil yiyəlik əvəzlikləri əsasən cümlənin sonunda işlənir. Lakin həmişə cümlənin sonunda işlənəcək deyə bir qayda yoxdur. Nümunəmizə baxaq. Biz bir test yazdıq. Sizinki bizimkindən daha asan idi. Yəni sizin testiniz deyil. Test də cümlənin sonu deyil. Burada da isə cümlənin sonunda verilir. Dolayısıyla uşaqlar, müstəqil yiyəlik əvəzlikləri həmişə cümlənin sonunda gələcək deyə bir qayda yoxdur. Tərcümə uyğun gəlirsə, məntiqi cəhətdən uyğundursa, cümlənin əvvəlində, ortasında işlənməsi mümkündür. Diqqəti nəyə köklənirəm? Aslı yiyəlik əvəzlikləri isim istəyir. Aslı yiyəlik əvəzlikləri isim istəyir. Müstəqil yiyəlik əvəzliklərindən sonra isə əsla və əsla isim işlətmək olmaz. Baxmayaraq ki, bizim ana dilimizdə bu mümkündür. Biz ana dilində bu kitab mənimdir deyə bilirik. Amma ingilis dilində this book is my deyə bilmirik. Niyə? Çünki onlar aslı yiyəlik əvəzlikləridir. Aslı yiyəlik əvəzlikləri aslı yiyəlik əvəzlikləri əsla özlərindən sonra müstəqil yiyəlik əvəzlikləri əsla isimlə işlənmir. Buna bir kəsərsiz. Aslı yiyəlik əvəzlikləri həmişə özündən sonra isim tələb edir ağlı ballar. Bir nüansımız var ağlı ballar, ehtiyatlı olarsınız.
Biz bilirik ki, aslı yiyəlik əvəzliyindən mütləq sonra isim işlənməlidir. Amma müstəqil yiyəlik əvəzliklərini biz isimlə işlədə bilmirik. Yəni, müstəqil yiyəlik əvəzliklərindən sonra isim işlətmək olmaz. Sonra isim işlətmək olmaz. Əvvəl olarmı? Olar. Of sözünü işlətməklə. Baxın, aslı forma isim, isim of müstəqil forma. Nümunəyə baxırıq. My student. O zaman isim işlədərkən artiklına diqqət yetirəcəksiniz. A student dediyimiz kimi of mine. Her brother. A brother of hers. Our friend. A friend of ours şəklində nümunələrin sayını artırmaq olar. Dolayısıyla aslı formanı müstəqil formaya çevirmək üçün ismi müstəqil formanın əvvəlində of sözünü ilə işlətmək lazımdır ağlı ballar. Yiyəlik əvəzliklərindən danışarkən bir nüansı da yadınızda saxlayın, çox təhlükəlidir. Əslində ingilis dilində həm his, həm də its əvəzlikləri, həm aslı yiyəlik əvəzlikləridir, həm də müstəqil yiyəlik əvəzlikləridir. Lakin testlərdə its əvəzliyinin demək olar ki, müstəqil işlənmə halına rast gəlinmir. Ona görə biz his haqqında rahatlıqla deyəcəyik ki, his əvəzliyi həm aslı yiyəlik əvəzliyidir, o deməkdir ki, özündən sonra isim gəlməlidir, həm də müstəqil yiyəlik əvəzliyidir. O deməkdir ki, isimsiz işlənə bilər. Yəni, his əvəzliyi ingilis dilində həm isimlə, həm də isimsiz işlənə bilər. İsimlə işlənərsə tərcüməsi onun, isimsiz işlənərsə tərcüməsi onunki şəklində olacaq. Davam edirəm ağlı ballar. Bir də yiyəlik əvəzliklərinə aid testlərdə bizim ballarımız daha çox nə ilə çətinlik çəkir? Its və itslə bağlıdır ağlı ballar. Biz birincisi itsdən başlayaq, rahatından başlayaq. Ağlı ballar, its aslı yiyəlik əvəzliyidir, onun deməkdir. Aslı yiyəlik əvəzliyi o deməkdir ki, onun yanında mütləq isim olmalıdır. Necə isim? Artiklsız isim. Niyə artiklsız isim? Çünki əvəzliyi olan yerdə artikl olmur. Onun rəngi, its color deyəcəksiniz. Onun gözəlliyi, its beauty deyəcəksiniz. Ağlı ballar, its əvəzliyindən sonra artiklsız isim gələcək. Bəzən araya sifət verirlərmi? Bəli, verə bilərlər. It's lovely place, onun gözəl yeri, it's friendly people, onun sevimli insanları. Dolayısıyla it's əvəzliyindən sonra artiklsız ya birbaşa isim, ya da artiklsız sifət plus isim verəcəklər. It's əvəzliyinin işlənməsi bu qədər. Yerdə qalan hallarda zaten onsuz da cavabımız it apostrof s olacaq. Ümumiyyətlə it apostrof s nədir? Biz bildik ki, it aslı yiyəlik əvəzliyidir. Ondan sonra ya birbaşa, ya da bəzən sifət də verə bilərlər. Mötəzədə verirəm. It's plus isim və də artiklsız olur. Artiklsız. Elə deyilmi ballar? Bəs bu it apostrof s dediyimiz şey nədir? Heç nə, bu bir mübtədadır. It ya isdir, ya da it has'dir. Deməli, it apostrof s ya it isdir, ya da it has'dir. Yaxşı, it is olarsa nə olar? O zaman artikllı isimdən işlənə bilər. It's a flag, it's a book kimi kifayət qədər nümunələr ola bilər. İlla da artikllı isim. Ehtiyatlı olursunuz uşaqlar. Artiklsız isimdirsə it'sdir. Artikllı isimdirsə it apostrof s'dir. It sifət isim artiklsız, artikllı sifət isim varsa it apostrof s olacaq. It apostrof s'dən sonra is olduğu üçün sifət də gələ bilər, ing-li feil də gələ bilər, ki davam edici zaman ola bilər, əvəzlik də gələ bilər, sözünü də gələ bilər. Qısası, artiklsız isim gələrsə və sifət plus artiklsız isim gələrsə it's, yerdə qalan hallarda it apostrof s olur. Ağlı ballar, bir də ehtiyatlı olun. It apostrof s'in it has kimi işlənmə halı var. Zamanları keçdikdən daha çox öyrənəcəyik. Bu zaman it apostrof s'dən sonra bir keçmiş zaman feili gələcək. Yəni nöqtələrdən sonra keçmiş zaman feili görərsinizsə, rahatlıqla it apostrof s işlədə bilərsiniz. Çünki bu has köməkçi feilidir. Hər hansı bir kişiyi iti nəzərdə tutub deyir ki, it's gone. Əslində nə deyir? It has gone, yəni o gedib. Ağlı ballar, yiyəlik əvəzliklərimizdə bu qədərdir. Keçirik qayıdış əvəzliklərinə. Çox maraqlıdır ballar qayıdış əvəzlikləri. Qayıdış əvəzliklərlə bağlı nə deyə bilərəm? Qayıdış əvəzlikləri hərəkətin icraçı tərəfindən icra edildiyini vurğulamaq üçün işlədilir. Self və self sözləri ilə düzəlir. Ağlı ballar, bir zəhmət bu əvəzliklərin tərcümələrini əzbər öyrənək. Qayıdış əvəzliklərinə aid testləri biz nəyə əsasən eləməliyik? Ana qayda. Qayıdış əvəzlikləri cümlənin mübtədasına görə seçilir. Yəni, burada hər hansı bir nöqtələr olarsa, biz nəyə əsasən seçməliyik? Cümlənin mübtədasına baxırıq. Mübtəda harada gəlir? Feili tap, əvvəlinə bax. We mübtədadır, ourselves olur. Feili tap, əvvəlinə bax. They mübtəda, themselves olur. Feili tap blame,
əvvəli mübtədadır. John and Anne 2 nəfərdir. Ona görə də özləri themselves olur. Xəbəri tap ya da feili tap, əvvəlinə bax. Belə testlərdə uşaqlar ehtiyatlı olarsınız. Əgər sizə yelik əvəzliyi plus isim verilirsə, sənin mübtədan hər zaman isim olacaq. Çünki yelik əvəzlikləri heç bir halda cümlənin mübtədası ola bilməz. Hara baxacaq? Yelik əvəzliyindən sonra gələn sözə. Və bu sözlərə də diqqət edin. Bu sözlər kişi cinsi mi bildirir? Qadın cinsi mi bildirir? Hər ikisini mi bildirir? Bunlara diqqətli olacaqsınız. Bizim nümunəmizdə niece, bacı qızı, qardaş qızıdır deyə herself olacaq. Sabah hər hansı bir testdə cousin olarsa, kuzen dediyimiz, cousin olarsa, oğlan da ola bilər, qız da olduğu üçün cavab himself ola bilər, herself ola bilər. My colleague deyə bilər, iş yoldaşım, oğlan da ola bilər, qız da ola bilər. Ona görə himself və herself variantları mümkündür. Deməli, ağlı ballar, bizim öyrəndiyimiz ana qayda nədir? Ana qayda budur ki, qayıdış əvəzlikləri cümlənin mübtədasına görə seçilir. Həmişəmi? Yox. Xüsusi hallarımız, bəzi əlavə qaydalarımız var. Baxaq görə qaydalarımız nədir? Bizim vurğulayacağımız bir nüans əmr cümlələrdir, ağlı ballar. Bilirsiniz ki, əmr cümləsinin mübtədası olmur. Qapını ör, pəncərəni aç tipli cümlələrdə, ingilis dilində əmr cümləsində mübtəda olmur. Bizim dildə mübtədanı bərpa eləmək olur. Yəni qapını sən aç ya da qapını siz açın şəklində biz Azərbaycanda mübtədanı bərpa eləyə bilirik. Amma ingilis dilində əmr cümlələri mübtədasız işlənir. Və ağlı ballar. Amma məntiqlə fikirləşsəz, qapını aç deyirəmsə ya sən aç ya da siz açın. Əmr cümlələri ikinci şəxsin təkinə və cəminə müraciət elədiyi üçün deməli əmr cümlələrinə ya yourself, yəni sən aç, ya da yourselves, siz açın şəklində olacaq. Bəs bir cümlənin əmr cümləsi olduğunu hardan biləcəm? Təbii ki, feillə başlamasından. Feillə başlayan cümlələr əmr cümlələrdir, ağlı ballar. Bəzən birbaşa feillə inkada verməsi istəsə, don't köməkçi feillə verəcək. Deməli, ağlı ballar, feillə başlayan cümlələr əmr cümlələrdir. Əmr cümlələrinə iki qayıdış əvəzliyi olur. Ya yourself, ya da yourselves. Testlərdə ya ikisindən birini variant şəklində verəcək, ya da hər ikisinin rəqəmli testlərini verəcək və hər ikisini götürəcək. Ağlı ballar, qayıdış əvəzliklərlə bağlı hələlik nəyi öyrəndim? Öyrəndim ki, ana qayda budur ki, qayıdış əvəzlikləri cümlənin mübtədasına görə seçilir. Sonra nə öyrəndik? Öyrəndik ki, əmr cümlələrində yourself və də yourselves olacaq, ağlı ballar. Digər bir məsələ də var. Bəs əmr cümlələrində xitab olarsa, xitab bilirsiniz ki, müraciət bildirən sözlərə deyilir. Cümlədə işlənmə yeri sərbəstdir, yəni əvvəldə də, ortada da, sonda da gələ bilər. Adətən digər cümlədən vergüllə ayrılır, ağlı ballar. Xitab olan əmr cümlələrində qayıdış əvəzlikləri xitaba görə seçilir. Yəni sənin xitabın təkdə olarsa yourself, xitabın cəmdə olarsa yourselves, işlətməlisən, ağlı ballar. Nümunələrə baxaq, ballar. Pupils, ay uşaqlar deyir. Uşaqlara müraciət edir. Uşaqlar cəmdə olduğu üçün yourselves işlədilir. Buradan ehtiyatlı olun uşaqlar. James insanın adıdır. Yəni bir cəm isim deyil. James'e müraciət edir. Ay James, try to find out something yourself. Çalış özün nəsə tap. James bir insandır. Heinz adı da belədir. Bəzi sınaqlarda görərsiniz. Bəzi insan adları S-lə bitir, sizi çaşdırmasın. Bu nümunələri cümlənin əvvəlində görürük. Və ya Mary, try to do your work yourself. Mary'yə xitab edir ki, ay Mary, çalış işi sən özün gör. Mary təkdədir deyə yourselves. Və yaxud da children deyə müraciət edir. Children, control yourselves. Ay uşaqlar deyir, özünüzə nəzarət edin. Yeri gəlmişdən bu çox təhlükəli testdir. Children'dan sonra vergül olmasaydı, adi bir cümlə ola bilərdi ki, children control themselves. Children'dan sonra vergül qoyulması onun artıq xitab olduğunu bildirir. Ay uşaqlar, özünüzə nəzarət edin. Cəmdədir deyə yourselves işlətdik. Ağlı ballar, qayıdış əvəzlikləri mübtədaya görə seçilir. Öyrəndik ana qayda. Əmr cümləsində yourself, yourselves olur. Öyrəndik. Əmr cümlələrində xitab olarsa xitaba baxmalıyıq. Öyrəndik. Digər xüsusi halımız da var, ağlı ballar. Bizə verilən cümlələr not only but also və both and ilə verilərsə, biz nəyə baxmalıyıq? Yəni qoşa bağlayıcılarla verilərsə, birinci elementdən sonra gələn ismə baxacaq. Qoşa bağlayıcıların birinci hissəsindən sonra gələn ismə. We like not only the country. Bizim nümunəmizdə not only-dən sonra gələn isim country'dir. Cansızdır deyə itself veririk. Və yaxud da digər nümunələr. I like not only the perfume itself. Not only-dən sonra gələn ismimiz perfume'dur. Cansızdır, yenə itself. Aşağıdakı nümunədə both and varsa both'dan sonraya baxacağam. The city cansızdır, yenə də itself işlərir, ağlı ballar. Bir dənə də geriyə alıram, deyirəm bunu ki, sizə rahat olsun. Əgər sizə cümlələr qoşa bağlayıcılarla verilərsə, yəni not only but also bağlayıcısı ilə və both and ilə verilərsə,
biz qayıdış əvəzliklərini qoşa bağlayıcının birinci hissəsindən sonra gələn ismə görə seçəcəyik. Yəni not only but also olan cümlədə not only-dən sonra gələn sözə, both and-də isə both-dan sonra gələn sözə görə seçəcəyik ballar. Biz dedik ki, əmr cümlələrində yourself və yourselves seçilir. Lakin let's ilə başlayan əmr cümlələrində, bir dəqiqə ağlı ballar, let's ilə başlayan əmr cümlələrində isə qayıdış əvəzlikləri həmişə ourselves olacaq. Çünki let's elə let asın bizdən söhbət gedir. Let asın qısa formasıdır. Let's ilə başlayan əmr cümlələrində qayıdış əvəzlikləri hər zaman ourselves olur. Ağlı ballar, qayıdış əvəzlikləri ilə bağlı, yəni testləri ilə bağlı son qaydanı da deyim. Əgər bizə mürəkkəb tamamlıqla verilmiş cümlələr verilsə ki, orada qayıdış əvəzliyini seçək, biz nə edəyək? Birinci nəyi dəqiqləşdirək? Mürəkkəb tamamlıq nədir? Ağlı ballar, mürəkkəb tamamlıq feil, tamamlıq və feilin yanaşı gəlməsidir. Yəni, iki feilin arasında tamamlığın işlənməsi elə mürəkkəb tamamlıqdır. Ağlı ballar, əgər bizə verilən cümlələr mürəkkəb tamamlıq şəklindədirsə, o zaman biz qayıdış əvəzliyini iki feilin arasındakı tamamlığa görə seçəcəyik. İki feilin arasındakı tamamlığa görə. Nümunələrə baxaq. Neither the teacher nor the student expected you to make. Expect birinci feilimiz, to make ikinci feilimiz, ortada tamamlamamız you əvəzliyidir. Ona görə də ya yourself, çünki you'nun yourself və ya yourselves olduğunu bilmirik deyə, yourself və ya yourselves şəklində verəcək. Növbəti nümunəmizdə birinci feilimiz want, ikinci feilimiz to meet, arasındakı söz isə my colleague-dir, iş yoldaşım deməkdir. Cinsini biz bilə bilmirik deyə hər iki ehtimal olacaq. Ya himself, ola bilsin iş yoldaşım qadındır, o zaman da herself variantı olar. Ya hər ikisindən biri verilir, ya da rəqəmli verilərsə, açıq sual varsa, hər ikisini rahatlıqla götürə bilərsiniz ağlı ballar. Bir də ağlınızda olsun ki, qayıdış əvəzliklərinin əvvəlində by sözünü işlənərsə, bu tək başına deməkdir. Yəni, by myself, mən özüm, by himself, o özü deməkdir. Bu əvəzlikləri onunla da vermək olar. Burada texniki bir xəta var ağlı ballar. By myself, on my own deməkdir. Yəni, mən özüm tək başına. By himself, on his own deməkdir. Ağlı ballarımız, qayıdış əvəzliklərimizdə bu qədər. Keçirik qarşılıq əvəzliklərinə. Digər əvəzliklərlə müqayisədə qarşılıq əvəzliklərimiz daha məhduddur, miqdarı azdır. İki qarşılıq əvəzliyimiz var. İç azə və one another. Bir-birlərinə kimi tərcümə olunur ağlı ballar. Adətən söhbət iki şəxsdən getdikdə iç azə, üç və ya daha çox şəxsdən getdikdə one another işlədir. Lakin müasir testlərdə one another-nin iki şəxslə də işləmə hallarına rast gəlinir. Ağlı ballar, bu əvəzliklərin xüsusiyyətləri nədir? Gəlin baxaq görə bu qarşılıq əvəzliklərinin bir dəqiqə ağlı ballar ki, diqqətiniz yayılmasın deyə bunu götürün. Qarşılıq əvəzliklərinin hansı xüsusiyyətləri var? Bildiyimiz kimi iki dənə qarşılıq əvəzliyimiz var. İç azədir, one another-dir. Hansı xüsusiyyətləri var? Bunların cəm forması yoxdur. Testdə hər hansı bir cavabın iç azə, one another olması üçün digər səhv variantlarda olması lazımdır. Axı iki əvəzliklər var. Ona görə də testlərin bir çoxlarında mövcud olmayan formalar veriləcək ki, onlardan biri də bunlardır. İngilis dilində iç azə əvəzliyinin cəm forması yoxdur. Ona görə səhvdir. One another deyə bir şey yoxdur. Ağlı ballar, iç azə və one another əvəzliyi isimlə işlənmir. Nümunələrə baxın, onlardan sonra isim gəlmir. Nə zaman isim gələ bilər? Yiyəlik hal olarsa. Bu əvəzliklərin yiyəlik halı da var və bunların yiyəlik halında həmişə apostrof S olur. Bu əvəzliklərin yiyəlik halında S apostrof işlənmir. Bəzən görəcəksiniz ki, testlərdə bu şəkildə absurd variantlar veriləcək. İç azəs olmadığı kimi də iç azə S apostrof yoxdur. One another olmadığı kimi one another S apostrof variantları mövcud deyil ağlı ballar. Bu da bizim qarşılıq əvəzliklərimizdir və bugünkü gün üçün ağlı ballar sonuncu əvəzliyimizdən söhbət gedir. İşarə əvəzliklərindən söhbət gedir. Ağlı ballar, işarə əvəzliklərinin içərisində ən çox işlənənlər this, that, this, those əvəzlikləridir. The same və such əvəzliklər demək olar ki, testlərdə məhdud şəkildə olur. İşlənməsi o qədər də geniş deyil ağlı ballar. Başlayaq. This əvəzliyi özündən sonra tək isim tələb edir və bizə zaman və məsafə baxımından yaxın olan isimlərlə işlədilir. Davam edelim ağlı ballar. Ağlı ballar, this əvəzliyinin cəm forması this'dir. Yəni, this və this əvəzlikləri bizə zaman və məsafə baxımından yaxın olan isimlərlə işlədilir. That və those əvəzlikləri isə
bizə zaman və məsafə baxımından uzaq olan isimlərlə işlədilir. This və that tək isimlərlə işlədilir. This və that tək isimlərlə işlədilir. These və those isə cəm isimlərlə işlədilir. Qısa olanlarla tək isim, böyük olanlarla isə cəm isim işlədilir ağlı ballar. Bəzən testlərdə sizə ipucu da veriləcək. Diqqətinizdə olsun ağlı ballar. Əgər sizə nümunələrdə over here verilərsə, yəni bax burada, odur ki, ipucu verir ki, yaxındır. Over here verilərsə this və ya this. Over there. Over there. Bax orada, yəni uzaqda olduğunu göstərsə, o zaman that və those işlədəcəksiniz ağlı ballar. İşarə vərdişlərinə bağlı əsas qayda budur. Nəyə diqqət yetin ağlı ballar? Bir-iki qeyd var. Bu iki qeyddən ehtiyatlı olacaqsınız. Birinci qeydimiz nəyi deyir? İşarə vərdişləri, yəni this, that, this, those özündən sonra gələn ilk isimlə uzlaşır. İlk isimlə. Ayaq bizim ayrıca suallar bölməsi var idi şəxs əvəzliyində. Bu nüans orada var idi. Yəni uşaqlar bəzən geologisti də görür, research-i də görür. Tərəddüd edir ki, hansı ismə baxsın. Biz də deyirik, işarə əvəzişləri özlərindən sonra gələn ilk isimlə uzlaşır. Yox, əgər verilən söz birləşmədirsə, yəni söz birləşməsidirsə, heç bir göstərici yoxdursa, sadəcə söz birləşməsidirsə, bilirik ki, söz birləşmələrində əsas tərəf ikinci tərəfdir. O zaman ikinci ismə baxacaq. Yəni verilən sözlər qrupunda apostrof s, s apostrof of sözün olsa, birinci ismə baxacaqsınız. Heç bir göstərici olmasa, sözlər yanaşı gəlirsə, o zaman söz birləşməsi olacaq. Söz birləşmələrində isə gördüyünüz kimi heç bir göstərici yoxdur. Söz birləşmələrində isə əsas tərəf ikinci tərəf olduğu üçün işarə əvəzlikləri ikinci tərəfi ilə uzlaşacaq. Və nəhayət ağlı ballar, saç əvəzliyi və zəseym əvəzliyimiz qalır. Saç əvəzliyi nə ilə işlənir? Saç əvəzliyi daha çox isimlə işlənir. Yəni saç əvəzliyini isimsiz işlətmək olmaz. Saçdan sonra təkcə sifət və ya saçdan sonra təkcə zərf gələ bilməz. Saçın işlənməsi üçün mütləq isim lazımdır. Sifət isimlə də işlənə bilər. Sifəti mörtəzə yazdım ki, ola da bilər, olmaya da bilər ağlı ballar. Saçın işlənməsinə biz nəyə diqqət yetirəcəyik? Ümumiyyətlə saçdan sonra istənilən isim gələ bilər. Sayılan tək də gələr, sayılan cəm də gələr, sayılmayan isim də gələ bilər. Sadəcə saçdan sonra sayılan tək isim gələrsə, artiklın işlənməsinə diqqət yetirəcəyik. Yəni diqqətli olun ki, weather sayılmır deyə such a cold weather olmur. Oldu mu balar? Amma such a beautiful day dedik. Niyə such a beautiful day dedik? Çünki sayılan tək isim gəlir. Burada niyə e yoxdur? Çünki ismimiz cəmdədir. Bu şəkildə testlərdə diqqətli olacaqsınız ağlı ballar. The same əvəzliyi isə ağlı ballar. The same eyni deməkdir. İstənilən isimlə işlənə bilir. Sayılan tək, sayılan cəm, sayılmayan isimlərlə işlənir. The same əvəzliyi həmişə z ilə işlənən əvəzlikdir. Ağlı ballar və nəhayət testlərdə bayaq nüansa toxunduq və bundan biz yekunlaşdıraq. Bəzi testlərdə sizdən isimlərin altından xətt çəkir və bu altından xətt çəkilmiş isimlərin əvəzliklə əvəzlənməsi tələb olunur. Belə testlərin bir çoxları doğru tərcüməyə əsaslanır. Yəni nümunəmizə baxsaq, bizə əsas olan düzgün tərcüməni aparmaqdır ağlı ballar. The police have found the thief deyir. Oğru, daha doğrusu polis, bilirsiniz ki, polis həmişə cəm isimdir. Ona görə z ilə əvəzləyirik. Oğrunu tutub, diqqətlə baxın inşallah, oğru isimləşmə sifat deyil, yəni həmişə cəmdə olan isim deyil. Bildiyimiz a thief, the thief, thief bir isimdir. Gördüyünüz kimi təkdədir, her də ola bilər, him də ola bilər. Aşağıdakı nümunədə Alice often asks Bob to help her children. Ağlı bala, siz həmişə bu şəkildə sizə geniş verilərsə illa da ismə köklənin. Her falan sizi aldatmasın. Bob oğlandır deyə him veririk. Children cəmdədir deyə zen verəcəyik. Və yaxud da don't forget to wash the dishes. Qabları yumağı unutma deyir. Qablar cəm isimdir. Cəm ismini biz zemlə əvəzləmişik. Və ya the guests raise their glasses. Dediyim kimi uşaqlar, yəlik əvəzinə yox, siz həmişə ismə baxın. Baxmayaraq ki, yəlik əvəzliyini altına xətt çəkib, siz həmişə yəlikdən sonra gələn ismə baxın. İsim cəmdir, ona görə də zəm şəklində verilir ağlı ballar. Ağlı ballar, altından xətt çəkilməklə bağlı son qeydimi də deyim. Bununla da əvəzliyin birinci hissəsinə aid olan qeydlərimizi tamamlayaq. Bəzən sizə ofla verilən birləşmələr olacaq. Cansızların yəli yalından söhbət edir. Diqqətlə baxın. The design of these dresses, the style of those shoes şəklində birləşmələrin altından xətt çəkəcəklər və bunların əvəzliyə çevrilməsi tələb olunacaq. Biz yenə ana qaydamızı işə salırıq. Oflu birləşmələrdə biz hara baxırıq? Ofun əvvəlinə baxırıq. Ofun əvvəli dizayndır, cansız isimdir, təkdədir. Ona görə də ilk şəklində verilib. Və ya the style of those shoes. Yenə ofun əvvəlinə baxıram. Style cansızdır, təkdədir.
Ona görə də iç şəklində verilib. Allı ballar, əvəzliyin birinci hissəsinə aid olan qeydlərimiz bu qədər. Hər birinizə uğurlar, minnətdaram.